Hər kəs salam. Bugün sizlərlə birlikdə belə bir milkshake deneyəcəyik. Baxın. Belə fərqli süt formasındadır. Mən bunlardan görmüşdüm, amma ummadım ki, daha da gözəl olar. Bu dəfə dedim, niyə də denəməyim? Aldım, dedim sizə birlikdə denəyək. Belədir, almaq istəsəniz. 2 manat neçə qəpik idi deyəsən qiyməti, 3 manata yaxın qiyməti var idi. Belə çiyələklisini götürdüm. Qarışıq meyvəli, şəftəlli, bir də böğürtlenli deyəsən var idi. Mən çiyələyi xoşladığım üçün çiyələk götürdüm belə. Belə burada açılır, burada yazılır çalxala aç. Belə. Kodunu da görsəniz. İstəyənlər götürə bilər belə. İndi bunu açaq, çalxalayaq. Şimdi bunu açırıq. Bir stəkan götürürəm ki, sizə də göstərdim. Aydını götürüm. O boyda stəkan var. Belə birisini götürdüm ki, sizə görsənsin rəngi. Çalxaladıq. Açırıq. Özüm burada belə bir şey var. Tökülür. Belə bir şey. Özümüz açırıq, amma birdən qırılar bu. Oh, əlim ağırdı. Açıb gəlir. Belə açdım, buradan çıxartdım. İçində pis deyil, doludur ki. Belə tökürəm, siz baxın. Belə tökdüm. İçini görsün. Aydanı tək görsün. İçi belədir. Burada dəqiq üstünü görsədim, belə çalmaq istəsəniz. Burada 40 kodu var. 450 qramdır bu arada, belə. Burada ağ görsənir, amma ağ deyil, bu pəmbə rəngli, yəni düpədüz pəmbə. İndi bunun dadına baxmaq istəyirəm. Gəlin baxaq. İçində çiyələyin qırıntıları var. Bu çiyələk dadı gəlmir. Yox. Bu yəni çiyələk dadı. Üstündəki meyvənin əlaqəsi yoxdur. Oxşuyur. Bu bilsiz nəyə oxşuyur? Ayda, yadımdan çıx demək mən lazım. Bu malina dadı verir. Malina meyvəsinin dadı. Çiyələklə malina bir-birinə oxşuyur. Amma yəni deyimsə, yəni almaq istəsəniz malina xoş gəlir. Çiyələklə malina bir-birinə oxşuyur. Amma çiyələk fərqli dadı verir. Belə nətər oxşuyur bir-birinə. Amma tamları fərqli olur biraz. Bu da malina dadı verir. Çiyələyin dadını vermir. Özü içində belə minik meyvə qırıntıları var. O da malinanındır. Malinanın belə içi belə yumru olur, balaca olur. Onundur yəni. Bu çiyələyin deyil. Xoş dadı. Amma yəni insanlar aldatmağı düzgün deyil. Burada çiyələk göstərilib, dadı malinadır. Mən denədim, bəyəndim, gözəl idi, amma bir şeyini bəyənmədim. Çiyələk yazıb malina dadı verirlər. Onun dışında hər şey qəşəngdir. Malina yazsaydılar yenə bilərdim. Yəni xoşlayıram malinayı da. Pis dadımı çox gözəl dadı, mən çox sevdim. Belə deneyə bilərsiniz. Məncə qiyməti də çox gözəldir. 450 qramdır burada yazılıb, baxın. 450 qramdır. 2 manat neçə qəpikdir, 3 manata yaxın idi. Məncə qiyməti münasibdir. İçi də doludur, çox gözəldir. Sağ olun.